Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə maşın bazarından salamlayıram. Bu videonu izləyənlər hamısı bəyənsin də dostlar. Xeyir olsun qardaşım. Sağ olun. Mercedes C-Class. Bəli. Buyurun, məlumat verin. İli Necə maşındır? 99-cu ildir qardaş. Motor 1.8-dir, mexanikadır, kondisionerdir. Nə vaxtdan Maşında sizin kedi heç bir maşın? çürükdən, pasdan söhbət gedə bilməz. Çoxdan işlədirsiniz maşınınızı? Yox, maşın hardasa 3 aydır. Sənədini, aformut, etibarnamə, Etibarnamədir. texniki baxışı, sığortası, Hər şey qaydasındadır. sənədləri öz qaydasında. Bəli, sənədlər öz qaydasındadır. 3 ay içərisində xərcləriniz nə olub? Nəsə düzəltdirmisinizmi? Maşın bütöv rəhlənib, bəli. Motoru da deyirsiniz 1.8 benzin Bəli, mühərrikdir. 1.8 benzin mühərrik, mexanikadır. Necədir mühərrikin vəziyyəti? Super, harda istəyən yoxlamaq olar. 567.000 göstərir səhv Bəli, eləmirəmsə. problem. Orijinal olur ya, yəqin. Bəli, bəli. Mühərrik nə zaman yığıldığından xəbəriniz var? Yoğun mühərrik açılmayıb, qardaş, yığılmaqdan söhbət gedəməz. Yağız Hansı ustada atmadı, sən yoxlayab. səsdir, yoxdur ki elə bir şey. Xeyr, 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 xeyr. Mühərrik yaxşı. Korobkası, Super, mexanika. bəli, mexanika, super. Necədir korobkanın vəziyyəti? Super. 5 olur da. Bəli, 5 karab. Atma, səs. Xeyr, xeyr. Diferdə vəziyyət necə? Super. Qardaş, Səsi yox. maşının bəli, periodok sistemində nəinki periodok, kosmetikasında da heç bir problem yoxdur. Altı necədir? Polo. Çürük pas. Çöl kimi qardaş, çöldə nə görsən altı da elədir. Öndə vəziyyət necə? 99-dur, ha? Öndə vəziyyət necədir periodokda? Yəni sürüb yoxlaya bilər də kim istəyir. Səs-küy yoxdur ki. Heç bir. Təkərlər normaldır. Normaldır, ortadır. Disklər sadə diskdir. Bəli, Kalpakla. bəli, radnoy diski ilə. Dəyişiləni bilmədiniz. Nə? Qapı, krel, kapot. Xeyr, xeyr, heç nə dəyişən şey. Maşın çöldən çölə kraskalanır. Şüşələrdə ön alın şüşəsi çatlayır. Çat var, bəli. Yan şüşələr salamat. Bəli. Düymə ilə mi qalxır yan şüşələr? Yox, knopka ilədir. Önlər yoxsa dördüdə? Önlər yox. Üstün üstü təmizdir. Bəli. Oturacaqlar yaxşıdır. Parça salonunda yəqin ki. Bəli, bəli. Kondisioner işləyirmi? Bəli, super. Normal maşındır maşınımız. Bəli. Qiyməti neçə dedik? Qiymət 8500 manat. Endirim də eləyəcək hələ. Cüzi olacaq, bəli. 8-ə verməyəcəksiniz. Xeyr. Əlaqə nömrəsini xatırladın. 050 370 58 79. Hansı rayondasınız? Ağcabədi rayonu. Uğurlar arzu eləyirəm. Çox sağ olun qardaş. Siz də çox sağ olun. Qardaş, xeyirli olsun. Çox sağ ol, Allah köməyin olsun. Mercedes 190. Bəli, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? Qəşəng maşındır. Yəni heç bir xəst tələb eləmir. İli neçədir? İli 93-dür. Siz nə vaxtdan işlədirsiniz? 10 ildir məndədir, heç bir problem olmayıb. Yəni Yəqin öz adınız olan maşındır. bəli, bəli. Texniki baxışı, sığortası, Hamısı qaydasında. sənədlər öz qaydasında. Bəli, bəli. Mühərriki nə zaman yığdırdınız? Motor yığdırmamışıq, elə üstündə gələndir. 10 ildir sizdədir. Onda yağ azaltma lap çox olur. Heç nə, heç nə. Heç bir problem yoxdur. Mühərrikin səsi də yaxşı. Bəli, bəli. Sərfiyyatı nə qədər? 100-ə hardasa 7 yandırır. Kondisioner var mı bunların? Yox, yoxdur. Luku var. Korobkası mexanikadır. Bəli, bəli. 5-dir. 4. 4. Atma, səs, Heç nə, heç bir problem yoxdur. diferdə səs. Heç nə yoxdur. Pol necədir? Super. Üstü necədirsə, polu da elədir. Sağ ol qardaş. Çürüyü pası yoxdur Heç deyirsiniz. nəyə yoxdur. Öndə vəziyyət necədir? Periodokda. Hamısı qaydasındadır. Daş kəsəkli yolda səs eləmir ki. Heç nə, heç nə. Maşınımızın dəyişilənləri. Qapı, krel, kapot. Heç nə, vallahi alandan heç nə dəyməyibdir, nə də dəyişilməyib. Bir dənə kraska verilib qutarıya. İndi də hazırda kosmetik işi var. Müəyyən yerlərində müəyyən görürəm ki, yerlərində yüzündə. var, hə belə. O da daşlar dəyib ona görə. Luk işləyir. Bəli, işləyir. Şüşələri, ön alın şüşəsində çatları var. Bir dənə patbilesdədir. Digərləri salamat. Əllə mi qalxır yan aynalar? Bəli, bəli, əllə. Üstün üstü təmizdirmi? Bəli, bəli. Üstün üstü yaxşı. Oturacaqlar necədir? Hoca salondur. Çol çəkmişsiniz sadəcə olub. Bəli, bəli, hamısı qaydasında. Yaxşı. Belə də normal maşındır. Qiyməti neçə? Qiyməti 6,5. 6500. Bəli, 6500. Baha deyil ki. Xeyr. Baha deyil. Endirim eləsək neçəyə düşəcək? 6-2-yə verərəm. 6-ya verməyək. Verərik. Hansı rayondasınız? Füzulidən. Əlaqə nömrəsi xatırladın. 51 558 47 39.
Allah xeyir versin. Çox sağ olun, Allah köməyiniz olsun. Siz də sağ olun. Örtə bilərsən. Qardaş Allah xeyir versin. Çox sağ olun. Maşınımız Kia. Optima. 2016-cı il. Buyurun məlumat verin bilək necə maşındır? 2016-cı ildir. Maşın 1.7 turbo dizeldir. Heç bir problemi yoxdur. Bugünkü gündə heç bir rasxod tələb eləmir. 23 bindən çıxarmışıq bazara. Görək alıcılarımız gözləyirik. Nə vaxtdan sizinkidir bu maşın? 2 ildir məndədir. Aformutdurmu, etibarnamədirmi? Etibarnamədir leasing. Leasingdədir maşınımız. Bəs necə olacaqdır? Bunu satsanız? Əgər istəsə nəqd alacaq, istəsə kredit şərtlərimizdə mümkündür. Nəqd alsa mən bağlayıram, keçirdirəm qarşı tərəfin adına. Yox, kreditlə tələb edirsə, götürmə yolu ilə keçirdirik qarşı tərəfin adına ilə. Texniki baxışı, sığortası? Hər bir şey qaydasındadır. Heç bir, yəni işləməyən heç bir elektronikası, mexanikası yoxdur. İstənilən servisdə yoxlandıra bilər. 2 il içərisində xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Heç nə, bir dənə Fredo saçkasını təzələmişəm. Bunlarda belə bir xüsusiyyət var ki, bir 50 mindən, 80 mindən bir o dəyişməlidir. Belə. Motorun özünə baxdırmadınız? Motorun qaydasında da alanda ekspertizlə almışam. Koreyadan gətirmişəm bu maşını. 197 min göstərir. Bəli, mən alanda 121.800 idi. Orijinal probel. Bəli. Hazırda yağ azaltmadır, səsdir. Heç bir problem yox. Heç. Korobkası Yəni- avtomat. Bəli, robot korobkadır. Necədir korobkanın vəziyyəti? Qəşəng. Robot korobkanın Gecikmə vurma olmur ki? Heç bir problem yoxdur. Prosto yenə deyirəm, baxmaq lazımdır. Yəni bu maşın baxmaq tələb edir də. Onsuz da istənilən maşına baxmalısan ki. Hə. Yəni baxsan bağ olar, baxmasan dağ olar. Təbii ki. Öndə vəziyyət necədir? Əladır. Maşın dediyim kimi bugünkü gündə heç bir rasxod, heç bir xəstəlik eləmir. Ön çəkən maşında yəni. Ön çəkən maşında. Qranatların səsi, Heç reduktor nə. ümumilikdə səs küyü yox. Heç bir səs küyü yox. Təkərlər necə? Təkərlərin vəziyyəti biraz zəifdir. Çünki mən Qarabağda yaşayıram, orada sürürəm maşını. Amma bir 4 ay bundan əvvəl dəyişmişəm, mən sıfır təkərlərdir. Prosto yəni dəyişməni tələb edir. Tüz gediblər təkərlər. Orada yollar qurunta boy vəziyyətdədir. Altı yaxşıdır. Bəli. Zədə yoxdur ki. Xeyr. Deyirəm yollar deyirsiz pisdir bəlkə. Xeyr, xeyr, altında heç bir zədəsi yox. Maşın Əgər alan adam istəsə məsəl üçün şey eləyə bilər də. yoxlatdıracaq onsuz da. Yox, yəni altındakı qoruyucuları təzələyə bilər, amma belə ehtiyac yoxdur. Dəyişən nəsə varmı? Qapı, krel, qapı. Xeyr, heç bir dəyişən detalı yoxdur. Sadəcə bu gördüyünüz qapıda, şofer qapısında kraskası var, rənglənib. Sizdən əvvəl Yox, məndə olub. hə, sizdə Hə, olub. məndə olub. Yüngül Kraska yol yalnız məndə burdadır, kraskası. yoxsa hamısı hər Yəni yer kraska? detalı budur. Detalda kraska budur. İndi bu ferində kraska o detal sayılmır. Ona görə o Kosmetik işi də yoxdur hazırda. kosmetik işi yoxdur. İndi alan adam məsəl üçün çox titiz bir insan olar, aparar polirovka falan elətdirə bilər, amma belə hal-hazırda heç bir kosmetik işlər, ümumiyyətlə heç bir rasxod tələb eləmir. Al apar Aynalar təmizdirmi? Qırıq çatı yoxdur ki. təmizdir, xeyr, heç bir çatı qırığı yoxdur. Dördündə full salon gedir də bunlar. Full deyil, bu orta full komplektasiyadır. O Yəni sidenik qızdırıcısıdır, rol qızdırıcısıdır, hər bir şey var. kondisioner yaxşı deyil. Kondisionerlər yüksək səviyyədədir, hava təmizləyəni, özü kondisioner iki tərəflidir. Məsəl üçün sağ tərəfdə oturan daha Klimat kontrolda. Klimat kontrolda. Yəni sağ tərəfdəki istəyirsə daha soyuq olmasın, məsəl üçün oradan Özü ayarlaya idarə eləyə bilər. Bəli. Monitor da var. Monitoru Android monitordur, özüm qoydurmuşam. Lük işləy vəziyyətdədir. Üstü bütöv şüşədir. Üstü bütöv şüşədir, bəli, panoramik cam tavandır. Maşınımız funksional maşındır. Maşın Əlavə funksional kimi sual maşındır. olarsa, Bəli, yəqin kimin nə sualı olsa, sizi narahat eləyə bilər. Bəli, bəli, problem yox. Əlaqə nömrəsini xatırladın. Əlaqə nömrəm 051 765 48 78. Adım Cavidandır. Zəng eləyib daha ətraflı məlumatlar da əldə edə bilərlər. Qiyməti neçə dedik? Qiyməti 23 mindən deyirəm, ən münasib qiymət qoymuşam mən. İndirim Dəyərinin eləsək nə altında. təhər olacaq? Endirim eləsək, yəni real alıcı ilə maşın başında söhbət edə bilərik. Əsas o da əlaqə saxlasınlar. Bəli. Hara gəlibsinlər maşını görmək üçün? Maşını görmək üçün bax Bərdə rayonunda, Ağcabədi rayonunda, Beyləqan rayonunda, Qarabağda, Xocavənd rayonunda, Füzulidə, Bakıda da görə bilərlər, amma Bakıya yalnızca real alıcı üçün gedə bilərəm belə. Uğurlar arzu eləyirəm. Təşəkkür edirəm, çox sağ olun. Siz də sağ olun. Çox sağ olun, minnətdaram. Əmi Allah xeyir versin. Sağ ol. 190 Mercedes. Bəli. Buyurun məlumat verin. Bilək necə maşınımız? Maşınımız yaxşı maşındır, vuruqsuz, muruqsuz maşın, təmiz maşındır. 1.8 motordur, 93 maşınıdır. 6000-ə deyirəm aşağı yuxarı eləyib vermək olar. Yəni maşında da vuruq, muruq heç nə yoxdur da, təmizə maşındır. 93 maşın. Nə Bəli. vaxtdan işlədirsiniz? Arası bir 4 il, 5 il var. Aformut etibarnamə. Yox, aformur. Motoru nə zaman yığdırmısınız? Motor elə hardasa bir 3 il var.
Hazırda necədir motor Yaxşı, vəziyyəti? yağ yeməyə zaten yox. Bir dənə karabkada, motorda, mofsa, heç bir dənə problem yoxdur, təmiz çəkir maşını. Korobka mexanikadır, Avtomat. avtomatik korobka. Gecikmə vurma yox. Yox, yox, yox. Diferdə də səs yox. Heç, deyirsiz. heç. Pol necədir? Yaxşı ürəyin istəyir. Çürüyüb pası. Yox, yox. Heç nə yox. Ümumiyyətcə çürümə olurmu bunlarda yoxsa? Olur da baxımsız maşın bu boyunda olur. Baxandan sonra nə olsun ki? Baxasan olmuyor. Bunda da ki Öndə yox. vəziyyət necədir? Periodokda. Qəşəng hamısı yığılıb çıxıb əldən. Səs-küy yox. Heç nə yox. Heç. Təkərlər, Hamısı təkərlər dörd zəif dörd tam elə bilinən. Yox, yox, yox. Təkərlər 4 dənə təkərlərdir, komplet təkərdir. Başlığımızın dəyişənləri, qapı, kril, kapot. Bu 4 il yarımdır bizdə olandan heç nə olmuyor. Sizdən əvvəl bəs necə? Yox, yox. Biz də baxdırıb almışıq. Heç nə yox. Olmasın. Kosmetik işləri var. Yoxdur deyə burada göz qabağındadır. Heç nə yox. Heç. Luku da var. Var. Lukda bəli, vəziyyət yox. necədir? Yaxşı, işləyir. Su buraxmır ki içəri. Yox, Açılır, yox, yox. işləyir. Açılır, işləyir. Kondisioner var. Kondisioner yoxdur, yox. Kondisioner yox. Şüşələr ön alın Hamısı şüşəsində, padyomikləndi, putla. ön alın şüşəsində çatı var. Hə. Yan aynalarda düymə ilə. 4-ü də düymədir. 4 də Yoxsa düyməli. önlər. Qabaqlar düymə ilədir. İşte təmizdir. Oturacaqlar yaxşıdır. Sürücü tərəfdə az-cana süzülmə var, heç o da gözə çarpmır. Belə də maşınımız normal maşın. Güzel. Qiymət neçə dedik? Qiymət 6000-dir fikrim. Amma 6000. yenə də bir 100-200 aşağı endirim olar. 5-5-ə istəyən olsa Yox. verməyək. Verərəm də 5-7, 5-8-ə, 5-7-yə verərəm. Yəni maşın göz qabağında Hansı olan rayondadır? maşınlar. Ağdam. Əlaqə nömrəsini deyə bilərsiniz. 050 371 98 84. Allah bazar versin. Sağ ol. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Sağ ol qadanım, Allah razı olsun. Qada görməyəsiniz. 06 Bəli. İlə 87, motor 03, Karavka Niva Karavkası 5 skorusdur. Tam dolu aparaturası, dəndən priboru, ev ayaqaltılar, ayaqaltı işıqlar, hər bir şey. 83 87. 87. 4200-ə deyirik, real alıcı olsa razılaşmaq olar. Nə vaxtdan sizinki də maşın? 2-8 aydır məndədir. Aparmut etibarnamə. Yox, da vermişsən də etibarnamə ilə. Bəs necə eləyirsiniz? Hər dəfə yenisini alırsınız? Bəli, sahibi tanışdı, elə hər dəfə alırıq. Nə qədər qalıbdı? 5 ay qalıbdı. 5 aylıq verəsiniz yoxsa bir illik vermək olar? 5 aylıq verəcəm. İstəyər nömrəsini verərəm, özü danışım olar, istəyər də format eləyər. Sığortası, Sığortası, texniki eksportu baxışı. var, hər şey var. xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Xərclər alandan cavan ayağı yığılıb da yəni. Salon yığdırmışam, aparaturasını yığdırmışam. Mühərrik dediyiniz nədir mühərriki? 03-dür. Necədir mühərrikin vəziyyəti? Saz kimi. Yağız atması, səsi, Hər bir şey, yağ azaltması da heç nə yoxdur. korobkası necə? Karabka 5 Niva karabkası. Atmağı yoxdur ki. Atmağı yoxdur, səsi yoxdur. Diferdə necə? Səs var? Yox, yoxdur. Altı necə? Tərtəmiz. Dəyişili pol. Yox, zavoddur. Zavod polu. Onda çürüyü çox olar. Sürüklər hamısı çıxıbdır. Yüngül sürüklər olub, onlar. Qanqrat yerləri salamat. Salamatdır. Öndə vəziyyət necədir pedokda? Təzə yığılır, 2 aydır pedok yığılan. Daşkəsəkli yolda səs eləmir ki. Xeyr, xeyr. Təkərlər Təkərlərim zəifdir. Təkərləri Qabaqlar yoxdur. zəifdir. Maşınımızın qalanı soruşaq. Qlobal problemi yoxdur. Bir dənə stupsiyan patsemnik qısası eləyir, o da 6 manat. Alanın da masını dəyişsin. Ha, problemi odur bir dənə. Bəli. Onda pulunu Detallardan deyirəm, qalanı hansıdır? Qapı, kril, kapot. bəzi bir-iki detal dəyişir, belə çox dəyişəni yoxdur. Qapı üzlükləridir dəyişən, qalan zavoddur. Kosmetik işlər də var elə biləm. Kosmetik işləri hələ bir il gedər kraskası. Şüşələr necə? Qırğı çatı yoxdur Yox, ki. heç bir satı yoxdur. Şüşələr normal, iştin üstü Salonda bağlıdır. səliqəlidir, bəli. Şüşədə Oturacaqlar- çat yoxdur, prosta üzlənib. Oturacaqlarda da ki, sürücü tərəfdə biraz süzülmələr var. Yüngül. Deyirsiniz, bahalı aparaturamdır. Bəli, bəli. 1200 manat verib yığdırmışam aparatura. İstəyən olsa ki, mən bunu istəmirəm, qiymətdən çıxın. Çıxarıq, problemi yoxdur. Götürmək olar yəni Bəli, özünüzə. bəli, onlar razılaşarıq. Maşınımızın öz qiyməti neçə? 4200-ə deyirəm. Endirim nə qədər? Elə qlobal bir endirim yox, 100-200 patoloqu. 3.8. 3-8 yox, 4. 4 son. 3-9 dirənən. Hansı rayona gəlsinlər? Mingəçevir şəhərində. Əlaqə nömrəsində gəlsinlər. 051 540 0406. Allah xeyir versin. Çox sağ olun, Allah razı olsun. Salam Mələk. Salam, salam. 07 maşınınızı satırsınız. Bəli, ili 2002-dir. Bez problem maşındır. Motor, karoska, difer əla vəziyyətdədir. Sənədlər hamısı qaydasındadır. Texniki baxış təzə olunur, sığortası təzə olunur.
Yəni ayrı heç bir problem yoxdur. Otur sürdü, yağından belə dəyişilib. 5500-də deyirik, real alan olsa razılaşma yolu var. Əlaqə nömrəsi də 051 969 71 99. Etibarnamə iləndirmi? Bəli, bəli, etibarla. Vaxtına var. Vaxtına da var. Alandan sonra xərcləriniz olubdu mu maşınçı? Yox, yəni pul xərcləmə ehtiyac deyil, ancaq otur sür. Yox, özünüz deyirəm nəsə düzəltmisiniz. Bəli, bəli. Yəni çaşka feridosunu dəyişmişik, tiaqaların, peridokun yığdırmışıq, akkumulyator almışıq. Otur sür maşını da, yəni. Mühərrik 16. Bəli, bəli. Mühərriki yığdırmamısınız? Yox, maşın motor çiçək kimidir, problem yox. Yağ azaltması. Yox, yağını da təzə dəyişmişik. Otur sür. Korobkası 5-dir, diferdə də səs yox. Yox, qardaş. Otur sür. yaxşı. Otur sür. Kuzası da göz qabağındadır. Polda zədə yox, polunda. Yox, kuzası da göz qabağındadır. Otur sür maşını. Danqrat yerləri salamat. Bəli. Əlaqə nömrəsində dedim 051 969 71 99. Çox sağ olun, var olun. Allah xeyir versin. Amin. Hara gəlsinlər, hara gəlsin? Bərdiyə. Uğurlar qardaş. Qardaş Allah xeyir versin. Çox sağ olun. Maşınınız Mercedes C-Class. Bəli. Buyurun, məlumat verin bilək necə Maşının maşındır? iri 96, 2 motor, sadə 111 motor. Maşın özü Yaponkadır, zavodskoy soruldu, dəyişmə deyil. Yəni belə gələn baxıb real şəkildə görə bilər. Maşının içəridə elektron oturacaqların idarə olunması, yan güclərin elektron idarə olunması, klimat, kondisioner hamısı da işləyir. Kondisioneri buz kimi bütün funksiyaları işlək vəziyyətdədir. Maşında gördüyünüz kimi kosmetikaya ehtiyac yoxdur, kosmetikası salamat vəziyyətdədir. Belə əlavə kiminlə sual olsa, əlaqə nömrəsi də deyim, lap əlaqə saxlaya bilərlər. 050 769 16 89. Kimə maraqlı olsa, maşın barədə nə sual olsa, buyurub suallarınızı verə bilərsiniz. Nə vaxtdan sizinkidir bu maşın? Maşın 2 ildir ki, özümdədir, yəni öz sürdüyüm maşındır. Alverçi də deyiləm, yəni öz sürdüyüm maşın. Aformut olunubdur. Bəli, öz adımcadır. Texniki baxışı, sığortası. Bütün hamısı yerindədir. Xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Maşına çox xərc çəkib belə, izbor kraskası yenilənibdir, çox xərc çəkib, parlovkasına qədər olunubdur. Maşının qapılarının arasındakı zavodskoy kraskasıdır, kraska dəyməyibdir. Mühərrikini yığdırmadınız? Mühərrikinə də polunu xərc çəkilibdir, belə mühərrikinə yağından belə bütün hamısı dəyişdirilibdir. 420 min göstərir. Bəli, 420 min probek. Orijinaldır yəqin ki. Bəli, orijinal probekdir. Yağ azaltmadır, səsdir, mühərrikdə. Heç bir şey yoxdur. Korobkası nədir? Korobkası sadə korobkadır. Avtomat korobkadır? Bəli, avtomat korobka, Gecikmə sadə vurması. korobka, heç bir şey yoxdur. Diferent səsi. Heç bir şey. Yəni gəlib otur, sür, baxılsın. Polda vəziyyət necədir? Polda salamat. Maşında Sürür, yəni pası, sürüş, pas heç zədəsi. nə söhbət gedə bilməz. Maşının heç nəinki pol bütün yerinə baxılsın, sürüş pasından söhbət gedə bilməz. Peredokda səs-küy yoxdur. Heç. Təkərlər yaxşıdır. Bəli, təkərlər təzə alınıb, normaldır. 4 təkər təzə alınıb, aşağısına qoyduq. Deyirsiz dəyişiləni yoxdur. Qapı, kri, kapot. Zavodskoy, bütün hər bir şey zavodskoy. Bizə kraska vurulub deyirsiniz. Bəli, sadəcə çöldən sonra kraskası təzələnib. Yenə dediyim kimi qapıların arası zavod kraskadır. Kosmetik işdə yoxdur hazırda. Hal-hazırda kosmetika tələb etmir. Yəni göründüyü kimi Ön alın şüşəsində çatları var. Bir dənə ön part bezdə, ondakı yəni alan adam dəyişə bilər də, o xırda işlərdir. Yanlar düymə iləndir, dördü də düymədir. Bəli. Bütün hamısı düymə ilə elektron sistemdə işləyir. Oturacaqların çikol çəkmisiniz. Bəli, çikol çəkmişəm, altı da salamat və zavodskoy. Yoxsa dəridir? Parçadır yox, parçadır, amma zavodskoy yəni parçadır. Oturacaqlar əllə idarə olunur da? Bəli, elektron idarə olunması, yan güzgülərin də elektron idarə olunması əllə. Düymə ilə idarə olunur. Bəli. Hər biri elektron idarə olunması. Kondisioner yaxşı deyilmi? Kondisionerdəki klimat kondisioneri buz kimi, hal-hazırda buz kimi qoşulsun, baxılsın. Qiymət neçə dedik? Qiymət 8300 deyirəm. Amma fikri ciddi olan adam olsa, real gəlib baxılsa, aşağı edərəm. 8-dən düşmək olacaq aşağı? 8-dən aşağı yox. Son fikir 8. Son 8 deyirəm.
Bərdə, elə Bərdənin özündə qaldım. Əlaqə nömrəsini bir də xatırladın. Əlaqə nömrəsi 050 769 16 89. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də sağ olun. Xeyirli olsun. Çox sağ olun. 07 maşını. Elə 2006-dır. Karbüratordur. Nə vaxtdan sizdədir maşın? Maşın Neçə vaxt sizdə? 3 il. Aformut etibarnamə. aform. Texniki baxışı, sığortası. Texnik baş sığortası var, vaxtına var. Alandan sonra xərcləriniz olubdu mu maşına? Nəsə düzəltdirmisiniz? Alandan sonra xərclərimiz olubdur. Öz zövqümüzə görə dəyişmişik. Motor 06, Bəli, bəli. yağ azaltması, səsi, Xeyr, heç nəyə yox. korobkası necə? Korobkası 5-dir, Atma səs. atma yoxdur, yox. Diferdə səs yoxdur. Yox, yox, yox. Pol necədir? Çürüyü, pası. Polda yox, çürük yoxdur. Karnizlərində, ətəklərində azmaz sürükləri var. Onda qiymətdə razılaşmaq oluyor. Danqırat yerləri salamatdırmı? Bəli, bəli, salamat. Öndə vəziyyət necədir? Peredokda. Peredokda Səs-küy saz, yoxdur. yox. Təkərlər yaxşıdır deyəsən. Yaxşı təzə təkərlər. Dəyişilənlər, qapı, krel, kapot, Dəyiş. 2 qabaq krel dəyiş. kosmetik işləri yoxdur hazırda. Cüzidir deyəsən, eləmi? Zuzi bir-iki yerdə. Şüşələr yaxşıdır, qırıq çat yoxdur elə. Yox, yox. Əllə qalxır yan aynalar. Bəli, bəli. İştin üstü necə? İştin üstü yaxşı, oturacaqlar yaxşı. Yaxşı. Belə də normal maşın. Normal maşın. Qiymət 5600-ə deyilik. 5600. Razılaşma olacaq. Endirim eləsək. Endirim 5300. 5200. 5200. Olar. 5300-ə vermək olar. Hansı rayondasınız? Yevlax rayonu. Əlaqə nömrəsi. 050 720 1701. Allah xeyir versin. Çox sağ olun. Xeyirli olsun qardaş. Sağ olun, sağ olun. 07 maşını satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? 2008-ci il zavod detalları, bez detal. Nə vaxtdan sizinkidir? İl yarımdır. Aformutmu, etibarnamədirmi? Aformu söz adındadır. Texniki baxışı, sığortası, 2 ay keçmişəm ikisində. sənədlər qaydasındadır. Bəli, hər bir şey qaydasındadır. Alandan sonra maşınımıza xərcləriniz nə olur? Hər bir... Motorunu yığdırmadınız. Yox, yox. 06-dır, Bəli, bəli. 5 korobka. yağ azaltmadır, səsdir, Heç bir şey. motor yaxşı. Hər bir şey qaydasındadır. Korobka da yaxşıdır, Allah, atma səsi yoxdur ki. Yox, super. Diferin səsi. Heç bir şey. Polda çürük. Yox, gül kimi. Danqırat yerləri salamatdırmı? Gül kimi. Peredokda vəziyyət necə? Sıfırdan yığdırmışam. Daşkəsəkli Dörd yolda dəfə almışam. səs eləmir ki. Harda? Daşkəsəkli yolda. Yox, yox, yox. İnamarka bunun yanında Təkərlər, təzə. yaxşı təkərlər. Qapı, krel, kapot, nə dəyişdi? Heç bir şey. Bez detaldır, zavaskod detallardır. Arxa kreldə neçə qara ləkələr O görürəm. bəzək üçün vurmuşam. Eləmi? Vurğu olmuyor ki. Yox, yox, qət. Olmasın təki. Kosmetik işi bir dənə oradadır, yoxsa başqa yerdə də O var? elə bir bəzək üçün. İndi kimsə istəmədi də Ha, bəzəkdi. bir dənə Mən odur. kraskalayıram. Yox. Aha. Kraska vurulub da yəqin əvvəllər. Ha, vurulubdur. Kraska dəyib. Hə, maşınımızın şüşələri necə? Təmizdir. Padium şüşələr. Önlər düymə ilə. Ha, avtomatik ödü qalxıyor. Qırıq çatı yoxdur elə Heç bir. bir şey. İştin üstündə çatlar var. 3 dənəsini görürəm. Onu gün eləyibdi. Olsun hər. Ha, bekara şeydir o. Oturacaqların da üstünə çuxollamısınız. Dərbəst. Yonkalar. Təzə sidenyalar deyən. Cırığı, söküyü, Heç bir şey, çöküntüsü. heç bir şey yox. Bahalı aparatura sistemi. Var, var. Maşınımızın dəyəri neçə? 6800 manat. İndirim eləsək neçə? 6500 manat. Hansı rayondasınız? Yevlaxdan. Əlaqə nömrəsində. 050 853 63 83. Allah xeyir versin. Sağ olun. Siz də sağ olun. Xeyirli olsun qardaş. Sağ ol, salamat olun. 06 maşındır sizdə də. Bəli, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? İl 87-dir. Korobka 5, difer səssizdir. Motor 011-dir, Sirena Nivo ilə yığılıbdır. Sidenyalar təzə. Nə vaxtdan sizdədir bu maşın? Onu Bu soruşaq. maşın 1 ildir. Aformutmu, etibarnamədirmi? Etibarnamədir. Vaxtına var. Var. Nə, yəni lazım onda yeniləcək.
Aformit yəni tanış adamın adınadır. Texniki baxışı, sığortası 1 illik. var da hamısı. İkisi də 1 illik. Siz yığdırdınız mı, yoxsa elə maşın Ha, özüm vəziyyətdə üçün almısınız? yığdım. Yox, özüm üçün yığdım bunu mən. Nə qədər xərciniz çıxdı? Buna Allah'ın da olsun 5000-dən çox xərcim çıxdı. Yəni maşının özü, materiallı zadı 5000-ə çatdı. 4500 deyir qalan buna. 87. O görə alanla satan arasında qiymətlə anlaşacaqmı? İnşallah qardaş, almaq istəyən qardaşlar var. Çəkilişdəsiz hə. YouTube-dayıq, Nəvai İskəndərli. Yox. Sabah efirdə olacaq qardaş. Canlı deyil amma. Təşəkkürlər, sağ olun. Nəvai İskəndərli, Bərdə maşın bazarı. Gəlmişim maşınla. Varsa da bu familiyamları zayıfdı, bunun ucunun yerini bəlkə görür. Erini bəlkə götürdü. Bəlkə götürdüm mən bunu. Dostu vermir, qaqa. Nəyi vermir? Hələ bir təzə gəlmişsiniz. Hələ bir təzə gəlmişsiniz. 45 dedim ki, Fordda. Fordda görüm atamın ilə bağa. Maşının ili köhnə olsa da sağlam maşındır. Sağlam maşındır, baxır. Bu xoddur, maşınımız da xoddur, qardaşlar baxır. Əşək maşındır, Allah yazır. Maşınlara bazarda yaxın olmur, qiymətlər çox bahadır. Maşınımızı xoddadı qardaşımız. Neçə verim? Ne görə bax biz də izləyirlər. Səmimi alanı nə verib? 10 dənə, sonuna da. Sən də denə mənə deyəcəm, amma bir-birimizdən inciməyək. Mal sənin də birincisi qiymət demirəm. Allah xeyrin versin, bu sənə ötəri dəyərlidir. Hə. Sənin gözünə, yəni sənin malına qiymət verir. Sən özün bir yönlü qiymət deyir, biz də sənə deyir. Allah bazarlı versin. Bir gün nə deyirsən? Nəyə Özün öyrədim qaqa? görsən ki, ilk 1 illik Davernos, Sugorta, Texas Motor, 1 illik ha, yəni 9 ay yox, 10 ay yox, 1 illik deyirəm sənə. Altına bax gör nətərdir. Bax, altına bax. Hamısı da çəkilişdə düşübdür. Gəlməm hamısı bilinsin, nə olur ya? Qabaqdan bax peridoku yığılıb sökülübdür. Təkərləri 4 dənə təzə. Bagaja baxın görün qaqalar. And olsun Allah 4 dənə qapı yağın içindədir. Qabaq iki kırıl olaraq bax kabinlər yağın içində fikir verdinsə. Bura bax qaqam. Bura bax qaqam. Hansına? Bir dənə buna mı? O qapıya bir qrafika lazımdır. Düz deyirsən. Düz sözə nə deyirsən? Şey yerlər. Hə? Seçən yerlər. Hər bir şey qaqa. Çiçək kimidir. Nə verəyəm? De görə də sən qardaş vermək istədiyin gibi. Bu deyir qardaş 44 deyir. Düzdür, mənim fikrimdən 36-37 keçir. Həmən də gəlir. Yox, sən dedim çəkilişdə də dedim bu maşın maniyası maniyası 5000 ad deyirsən. Mən sağ 45 dedim ki, özünə ötəri dəyərlidir, düzdürmü? Mən də yəni deyirsən ki, gün nəyə çatır, sən qiymət deyirsən, alan istəyir ucuz alsın, satan da istəyir. alan istəyir ucuz alsınlar. İndi yəni qeyri-sənədə bax burdadır. Allah yerimizi deyək, tərtəmiz sənə 37 dənə pul verirəm da verirsə səni, bazardan çıxır. Həmən də gəlir. 4-dən başlamışdın qardaş. 4500, 4500. 4500 demişdim, mən qardaşlar çox ucuz deyirlər. Yəni 4 nətərdir? 4. o pula Çox dəyməz. da endirim eləyirik. Maşının eli köhnə olsa da maşınımız yaxşı maşındır. Maşın salamat, and olsun Allah rütünü kanuna kimi təzə qoymuşam qaqa. Siz yol pulunu da istəyirsiniz buradan çıxasınız. Hələ deyir versin, yol pulunu versin. Qonaq, dana qananam, olaya. Qonaqsız o başqa. Qonaqsız başqa. Yeyib içməyimiz. Yeməyimiz, içməyimiz, qonaqsız o başqa, alver-alverdir. Həqiqətən, yəni belə kişilə alver-eləməyə dəyər. Vallahi ödəyə gördüyümü Allah canınızı sağ eləsin. Allah bazarınızı versin qardaş. Sağ ol, sağ ol. Dəyərli izləyicilər, maşınımızı istəyən qardaşlar var. Qardaşımız razılaşmır. Qardaş, əlaqə nömrəsini deyinə. 051 674 41 77. Maşınımızda 4500-ə deyirsiniz. Bəli. Endirim nə qədər eləyək? Bax, qardaşlarla razılaşmırsınız. O qardaşlara Allahın olsun qardaşlığı görə onlar istədiyi endirimi elədim. Prosta onlar çox dedilər. Yəni biz sən nətərdir? Maşını sataram mən. Bunu satmağa getmişəm bura. Aha. Yəni bu hamı üçün aydındır ki, bunu satmağa getmişəm bura. Amma indi elə də razılaşmaq lazımdır ki. Yox, Hindarxlıyam demədim qaqa bayaqlar. Ağcabədə, Hindarxlı. Ağcabədidə Hindarxındadır. Hindarxındadır. Son neçə olsun? Son bir qiymətdə izləyicilər siz onun üçün əlaqə saxlasın. İndi ola bilər bu qardaşlar hələ də burdadır. Ola bilsin ki, onlara verir. Bu maşınla mı satılacaqdı mənə gəlir bazarın axırına kimi. İndi qismətdir inşallah, Sən inşallah. burdasan da görərsən hər halda.
Allah eləsin, Allah eləsin. Uğurlar arzu eləyirəm qardaş. Var ol, Allah Qasam canını qiyməti sağ demədin, indi izləyicilər yenə də maraqlanar da. Maraqlanar məncə. Uğurlar arzu eləyirəm. Sağ ol. Sağ ol. Allah kömək etsin.